Hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün sizə məhsul növü aid olan testlərin izahını verəcəm. Gəlin suallarımıza baxaq. Biz bilirik ki, məlumda olan cümləni məhsul növə çevirmək üçün ilk növbədə məlum növdə olan cümlənin hansı zamanda olduğunu tapmalıyıq. Burada da baxırıq ki, cümləmiz hansı zamandadır? Keçmiş sadə zamandadır. İkinci əsas məsələ nədir? Məlum növdə olan cümlənin mübtədası məhsul növünün mübtədası kimi qala bilməz. Yəni, məlumun tamamlığı gəlir nə olur? Məhsulun mübtədası olur. Məlum da mübtədası nə olur? Məhsulun tamamlığı olur. Əgər biz onu saxlayırıqsa nədən istifadə edirik? By sözündən istifadə edirik. Gəlin variantlarımıza baxaq. Deməli, cümləmizin tamamı nədir? All the rice. All the rice gələcək nə olacaq? Cümləmizin mübtədası olacaq. Bilirik ki, keçmiş sadə zamanda məhsulu necə düzəlir? Was, were plus verb 3 quruluşunda olur. Baxaq görək. Deməli, all the rice nədir? Cümləmizin üçüncü şəxsin, deməli, mübtədası üçüncü şəxsin təkindədir. Üçüncü şəxsin təkində olduğuna görə biz nədən istifadə edəcəyik? Was-dan. Was plus verb 3, o da qalır cümlədə nə? Y variantı. Cümləmizin mübtədası da gəldi, məhsulun tamamlığı oldu. By sözündən nə etdik? İstifadə etdik. Burada cümlə indiki sadə zamanın məhsulunda da A variantı ola bilməz. B variantında mübtəda üçüncü şəxsin təkindədirsə, xəbəri cəmdə verə bilmərik. B ola bilməz. Yenə C variantımızı verib indiki sadə zamanın məhsulunda. D variantı da verib indiki bitmiş zamanın məhsulunda. Məlumda olan cümləmiz hansı zamandadırsa, məhsulumuz da həmin zamanda olacaq. Əgər məlumda olan cümləmiz keçmiş sadə zamandadırsa, biz onu indiki sadə zamanın məhsulunda verə bilmərik. İndiki bitmiş zamanın məhsulunda verə bilmərik. Və yaxud da ki, keçmiş sadə davam edici zamanın məhsulunda verə bilmərik. Baxaq ikinci cümləmizə. Yenə cümləmiz keçmiş zamandadır. Self feilinin keçmiş zaman forması da keçmiş zamandadır. A lot of meat nədir? Cümləmizin tamamlığıdır. Nə olacaq? Məhsulumuzun mübtədası olacaq. Üçüncü şəxsin təkində olduğuna görə was-la verəcəyik. O da nə qalacaq? C variantı. A lot of meat was sold yesterday. Cavab nə qaldı? Düzgün cavab C variantı. A variantı indiki bitmiş zamanın məhsulundadır. B variantında deməli verib a lot of meat üçüncü şəxsin təkindədir. Burada was, yox, was olmalıydı. B variantımız yanlışdır. D variantını verib keçmiş bitmiş zamanın məhsulunda. D variantı ola bilməz. C variantında verib indiki sadə zamanın məhsulunda. Yenə deyirəm, məlumda olan cümləmiz hansı zamandadırsa, məhsula çevirərkən də eyni zamanın məhsulunda olmalıdır. Zamanı dəyişməyə bizim haqqımız yoxdur. Okey. Cümlə yenə keçmiş zamandadır. Cümləmizin tamamlığı buradadır. Tamamlığı gələcəyi nə olacaq? Məhsulumuzun mübtədası. Üçüncü şəxsin təkində olduğuna görə yenə nə ilə verəcəyik? Was-la verəcəyik. Deməli, baxaq. O da oradadır, elə cümləmizin A variantında. Sualımızın A variantdadır, yəni düzgün cavabımız A variantı olacaq. B variantı indiki sadə zamanın məhsulunda olmaz. Mübtəda burada təkdədir, xəbəri biz cəmdə verə bilmərik. C variantı ola bilməz. Burada zamanı dəyişib verib indiki bitmiş zamanın məhsulunda. D variantı yanlışdır. Məlumun mübtədası məhsulun mübtədası kimi qala bilməz. C variantımız da yanlışdır. Dördüncü sualımıza baxırıq. Cümlə indiki sadə zamandadır. Milk nədir? Cümləmizin tamamlığıdır. Deməli, gələcək nə olacaq? Məhsulumuzun mübtədası. İndiki sadə zamanda məhsulu necə düzəlirdi? Am, is, a plus verb 3 vasitəsilə. Baxaq görək, milk üçüncü şəxsin təkində olduğuna görə necə verəcəyik? Is plus verb 3-lə. Görək, var elə bir cavab? Var, bəli. Cavabımız nə olacaq burada? Y variantı. Deməli, A variantı indiki keçmiş bitmiş zamanın məhsulunda verib olmaz. B variantında verib keçmiş sadə zamanın məhsulunda. C variantı verib indiki bitmiş zamanın məhsulunda. D variantı verib keçmiş sadə zamanın məhsulunda. Deməli, elə burada düzgün cavabımız nə qalacaq burada? Y variantı. Okay, they often invite. Burada cümləmizin tamamlığı nədir? İki tamamlığı var. Əslində baxaq görək. Deməli, mi gələcək nə olacaq? Mi şəxs əvəzlərində obyekt aldıyan tamamlıqdır. Tamamlığımız deməli gələcək əvvələ nə olacaq? I. Cümlədə hansı zamandadır? İndiki sadə zamandadır. İndiki sadə zamanda am, is, are plus verb 3 quruluşunda olmalıdır. Baxaq görək. Deməli, was-la olan variantlar çıxır. Burada A variantı ola bilməz. Çünki məlumun mübtədası məhsulun mübtədası kimi qala bilməz. Qaldı cavab nə?
B ilə C variantı. Baxaq görək. Burada Z-mi biz bu şəkildə verə bilmərik. Əgər burada bunu saxlayırıqsa, dedi ki, məlumun mübtədası məhsulun tamamlığı oldu by sözündən istifadə edirik. Ona görə C variantı olmaz. Düzgün cavabımız nə qalır burada? B variantı. Baxaq, 6-cı sualımıza baxaq. Deməli, cümləmiz keçmiş zamandadır. Tamamlığımız buradadır. Beriz. Cəmdə olduğuna görə nə ilə olacaq? V ilə verəcək. Vozla yox, V ilə verəcək. Deməli, had olmaz, have olmaz, voz olmaz, a olmaz. Yəni, bu variantları çıxırır. Artıq variantımız nə qalır? B variantı. Baxırıq. Cümləmiz keçmiş zamandadır. A lot of problems nədir? Cümləmizin tamamlığıdır. Gələcək nə olacaq? Məhsulun mübtədası olacaq. Deməli, A variantda burada heç məlumun mübtədası, məhsulun mübtədası kimi verib. A variantımız ola bilməz. B variantına baxırıq. A lot of problems have been. Have been ola bilməz, verb 3 ola bilməz. Çünki niyə? Cümləmiz keçmiş sadə zamandadır. Keçmiş sadə zamanda məhsulunda verməliyik. A lot of problem were discussed. Burada elə cavabımız nə qaldı? C variantı. Burada indiki sadə zamanın məhsulunda verib ola bilməz. Burada verib indiki bitmiş zamanın məhsulunda həzlə də verib. Heç həz də uyğun gəlmir. Cavab nə qalacaq elə burada? C variantı. Yenə deyirəm, məlumda olan zamanımız hansı zamandadırsa, məhsula çevrəndəki zamanımız nə olacaq? Eyni zamanda olacaq. The gardener planted cümləmiz keçmiş zamandadır. These trees cümləmizin mübtədasıdır. Sorry, tamamlığıdır. Gələcək nə olacaq? Məhsulumuzun mübtədası olacaq. Deməli, quruluş belə olacaq ki, keçmiş zamandadırsa, deməli, mübtədamız cəmdədirsə, V plus verb 3 cümləmiz hansı qaldı burada? Elə C variantı. The trees were planted a few years ago. Burada indiki bitmiş zamanın, indiki heç bitmiş zamanın məhsulu deyil. İndiki indiki bitmiş yox, keçmiş bitmiş zamanında verib, heç məhsulda da verməyib. A variantı ola bilməz. Baxaq görək, həm də burada məlumun mübtədası, məhsulun mübtədası ola bilməz. Burada verib indiki sadə zamanın məhsulunda, D variantında mübtədamız cəmdədir, xəbəri verib təkdə ola bilməz. Y variantda da verib keçmiş bitmiş zamanın məhsulunda, dedi ki, zamanı dəyişə bilmərik. Cavab nə qalır burada? C variantı. 9-cu sualımıza baxırıq. The police officer assisted me. Deməli, me cümləmizin tamamlığıdır. Cümlə hansı zamandadır? Keçmiş sadə zamandır. Me gələcək əvvələ. Deməli, me ilə nə işlənir? Was işlənəcək köməkçi feil kimi. Verb 3 kim tərəfindən? By the police officer. Cavab elə nə qaldı burada? D variantı. A variantı verib indiki sadə zamanda. B variantı verib indiki bitmiş zamanın məhsulunda. C variantı verib gələcək sadə zamanın məhsulunda. A variantında heç məhsulluq yoxdur. Məhsul olmaq üçün, cümləmizin məhsul olması üçün to be plus verb 3 mütləq olmalıdır. To be plus verb 3'ümüz mütləq olmalıdır. Okey. Yenə məlum növdə əsasən tapmalıyıq cümləmizin xəbəri. Tapdıq cümləmizin xəbərin. Keçmiş sadə zamandadır, keçmiş sadə zamandadır. Deməli, nəyə çevirəcək? Keçmiş sadə zamanın məhsuluna. Biz də bilməliyik, keçmiş sadə zamanın məhsulu hansı quruluşdadır? Was V plus verb 3. Bu quruluşu biləndən sonra, cümləmizin xəbərini biləndən sonra, cümlə hansı zamanda olduğundan biləndən sonra düzgün məhsul növə çevirə bilərik. Çəkək üçün cümləmizin nə idi? Tamamlığı. Tamamlıq gəlir nə olur? Məhsulun mübtədası. Deməli, üçüncü şəxsin təkində olduğuna görə was plus verb 3 cavab elə nə qalır burada? A variantı. Has been burada indiki bitmiş zamanın məhsulundadır, getdi. Burada heç to be'miz yoxdur. Məhsul olmasa to be plus verb 3'ümüz mütləq olmalıdır. Burada verib gələcək sadə zamanın məhsulunda D variantı ola bilməz. Burada verib indiki sadə zamanın məhsulunda heç bir aidiyyəti yoxdur. Məlumda olan cümləmiz hansı zamandadırsa məhsula çevirəndəki eyni zamana çevirməliyik. Ona görə düzgün cavabımız nə qalır burada? A variantı. Okey. Cümləmiz yenə hansı zamandadır? Keçmiş zamandadır. Düzdür. Tek feilinin keçmiş zaman formasıdır. James Berg'də burada nə idi? Cümləmizin nə idi? Tamamlığı. Cümlənin tamamlığı gələcək nə olacaq? Məhsulun mübtədası olacaq. Düzdür. Yenə Berg orada təkdə olduğuna görə, mübtədamız təkdə olduğuna görə
Deməli, hansı quruluşda olacaq? Was plus verb 3 quruluşunda. Görək bu was plus verb 3 quruluşu hardadır? Aha. Cembag. Bu da A variantındadır. Burada cümlənin mübtədasının olduğu kimi saxlaya bilmərik. C variantda verib indiki bitmiş zamanın məhsulunda heç bir aidiyyəti yoxdur. Bir şey yadda saxlayın ki, was və been deyə bir zaman yoxdur. Yəni bunu gördünüz, testlərdə yanlışdır. Eynən am is ardadır. Am is a plus been. Bunu gördünüzsə variantlara deməli nədir? Yanlışdır. Çünki belə bir zaman yoxdur. Have has been, have has had been olur. Aydındır. Okay. Baxırıq 12-ci sualımıza. Have eaten var. Cümlə hansı zamandadır? İndiki bitmiş zamandadır. Düzdür. İndiki bitmiş zamanda isə deməli məhsul növə çevrələrkən nə olacaq? İndiki bitmiş zamanın məhsulunda. İndiki bitmiş zamanda məhsul necə düzəlir? Have, has, been plus verb vasitəsilə. All the cheese də nədir? Cümləmizin nə idi? Tamamlığı. Tamamlıq gələcək nə olacaq? Məhsulun mübtədası. Üçüncü şəxsin təkində olduğuna görə quruluş belə olacaq. Has been plus verb. Has been plus verb də hardadır? Y variantında. Nə tərəfindən yeyildi? By the mice deyir. Yəni siçanlar tərəfindən yeyildi. Düzgün cavabımız qalır nə? Y variantı. Mice burada deməli məlumun mübtədası, məhsulun mübtədası kimi qala bilməz. 2 variant avtomatik getdi. Burada verib indiki sadə zaman məhsulunda C variantı yanlışdır. Burada verib keçmiş sadə zaman məhsulunda D variantı ola bilməz. Düzgün cavabımız nə qaldı burada? Y variantı. 13-cü sualımıza baxarıq. Cümlə hansı zamandadır? Live feilinin keçmiş zaman formasıdır. Left keçmiş sadə zamandadır. Baxaq, görək. H var. Deməli, tamamlıqdır. Obyekt əvəzliyi gələcək nə olacaq? Cümləmizin mübtədası H-dən olacaq, şi olacaq. Cümlə keçmiş sadə zamanda olduğuna görə, şi üçüncü şəxsin təkində olduğuna görə nə olacaq? Deməli, was left olacaq. Ona görə cavabımız elə nədir? Burada A variantıdır. Başqa heç variantlara baxmaq məncə ehtiyac yoxdur. İndiki sadə zamandadır. Keçmiş sadə bitmiş zamanın məhsulunda verib. Burada heç to be feilimiz yoxdur. Məhsul olması üçün to be plus verb-ümüz mütləq olmalıdır. Yəni bu quruluş mütləq olmalıdır. She had been left, keçmiş bitmiş zaman məhsulu heç bir aidiyyəti yoxdur. Məlumda olan zaman hansı zamandaysa məhsula çevirərkən eyni zamanda olmalıdır. Baxaq görək. İndiki bitmiş zamanın məhsulunda me cümləmizin nə idi burada? Tamamlığıdır. Me gələcək nə olacaq? Şəxs əvəzlərini aldı qala ay olacaq. Deməli cümləmiz indiki bitmiş zamanın məhsulundadırsa I have been plus verb olacaq. Görək, var elə bir quruluş. O da elə hardadır? A variantında. Had been-lə verib keçmiş bitmiş zamanda olmaz. Was shown. Deməli, keçmiş sadə zamanın məhsulunda, indiki sadə zamanın məhsulunda, gələcək sadə zamanın məhsulunda ola bilməz. Cümləmiz əgər indiki bitmiş zamanın məhsulundadırsa, məlum növdə olan cümləmiz indiki bitmiş zamandadırsa, məhsul da indiki bitmişin məhsulunda olacaq. Ona görə cavabına qalır A variantı. Okay. Deməli, baxaq. We used, nə var? Keçmiş zamandadır məlum növdə olan cümləmiz. This room nədir? Cümləmizin tamamlığıdır. This room gələcək cümləmizin əvvəlinə. Üçüncü şəxsin təkində olduğuna görə nə olacaq? Was used. Deməli, var elə bir cavab C variantı. Heç digər variantlara baxmağa ehtiyac yoxdur. Yaxud da ürəyizdə qara qalmamaq üçün gəlin baxaq. Has been used. İndiki bitmiş zamanın məhsulundadır. Is used. İndiki sadə zamanın məhsulundadır. V var burada. Deməli, burada heç ümumiyyətlə baxmağa ehtiyac yoxdur. Çünki məlumun mübtədasının olduğu kimi saxlayıb. Biz məlumun mübtədasını məhsulun mübtədası kimi istifadə edə bilmərik. This room has used. Burada indiki bitmiş zamanda versə də heç burada been çatmır. Həm də ki, cümləmiz keçmiş zamandadır. Biz indiki bitmiş zamanın məhsulunda verə bilmərik. Okay, looked for cümləmiz hansı zamandadır? Keçmiş sadə zamandadır. Keçmiş sadə zamandırsa deməli the book üçüncü şəxsin təki was plus deməli was plus verb 3. Baxaq görək. Var elə bir cavab. Düzgün cavabımız nə qalacaq burada? C variantı. İndiki sadə zamanı məhsulunda olmaz. Was been indi bayaq yazdım ki, belə bir zaman yoxdur. Has been verb 3. Deməli bu da
İndiki bitmiş zamanı məhsuludur. D variantı ola bilməz. Ya da indiki bitmiş zaman verib, heç burada məhsulda deyil, həm də ki cümləmiz keçmiş sadə zamandadırsa, niyə indiki bitmiş zamanı məhsulunu da verək? Okey. Baxaq, görək. Cümləmiz hansı zamandadır? İndiki sadə zamandadır, 2 tamamlığı var. Baxaq, görək. Electricity gələcək qabağa. To be plus verb 3. Deməli, to be fiilinin indiki zaman forması am, is, are. Bu da üçüncü şəxsin təkində olduğuna görə is used to cool our houses. Cavab elə nə qalacaq burada A variantı. Burada to be'miz yoxdur. Burada is been deyə bir zaman yoxdur. C variantı ola bilməz. Keçmiş sadə zamanın məhsulunu da verə bilmərik. İndiki bitmiş zamanın məhsulunu da verə bilmərik. Cümləmiz hansı zamandadırsa, həmin zamanda məhsulunu da verərik. Ona görə düzgün cavab nə qalır? Bu da A variantı. 18-ci sualımıza baxaq. Cümləmiz indiki bitmiş zamanı məhsulundadır. As nədir burada? Cümləmizin tamamlığı. Tamamlığı gələcək. As deməli adlı kalında nə olacaq? We. Deməli we birinci şəxsin cəmindəki nə olacaq? Have been plus verb 3. Have been plus verb 3. Görək var elə bir cavab. Elə cənab oturub burada A variantda bizi gözləyir. We have been shown his collection. Cavab qalır nə? A variantı. Burada he ola bilməz, məlumun mübtədası olduğu kimi qalmaz. Burada indiki sadə zamanı məhsulunda verə bilmərik. Keçmiş sadə zamanı məhsulunda verib ola bilməz. Had been shown. Deməli, verib keçmiş, bitmiş zamanı məhsulunda xeyr. Yenə deyirəm, məlum növdə olan cümləmiz hansı zamandadırsa, məhsulumuz da eyni zamanda olacaq. Okey. 19-cu sualımıza baxırıq. Has met, indiki bitmiş zamandadır. That girl. Cümləmiz nə idi? Tamamlıqdır. Üçüncü şəxsin təkindədir. Deməli, nə olacaq? Has been plus verb 3 quruluşunda. Baxaq, görək. Deməli, məlumun tamamlığı gələcək. Məhsulun müsbət mübtədası olacaq. Has been met. Baxaq, görək. Hardadır bu? Cavab elə burada nədir? B variantı. That girl has been met by Ted before. Deməli, indiki keçmiş bitmiş zamanı məhsulunda verə bilmərik. Burada has met var, amma been-i yoxdur. C variantı yanlışdır. Ted has been, burada məlumun mübtədası, məhsulun mübtədası ola bilməz. Burada da verib, keçmiş sadə zamanı məhsulunda Y variantı da yanlışdır. Ona görə düzgün cavab nə qalır? B variantı. Iyirminci sualımıza baxırıq. Cümlə yenə hansı zamandadır? İndiki bitmiş zamanda have plus verb 3, indiki bitmiş zamanda. The problem cümləmizin tamamlığıdır. Deməli, quruluş necə olacaq? Üçüncü şəxsin təkidində olduğuna görə has been plus verb 3. Məsələn, elə burada həll elədik. Cümlə bax belə olacaq. Baxaq görək. The problem has been D variantı. Okey. Burada been yoxdur. A variantı ola bilməz. Burada verib keçmiş sadə zaman məhsulunda B variantı ola bilməz. Burada verib indiki sadə zamanı məhsulunda C variantı ola bilməz. Burada verib gələcək sadə zamanı məhsulunda D variantı ola bilməz. Ona görə düzgün cavabına qalır D variantı. Okey. Cümləmiz hansı zamandadır? Keçmiş sadə zamandadır. Düzdür. Me cümləmizin tamamlığıdır. Deməli, baxaq görək. Me gələcək şəxs əvəzində aldı qalı. I, deməli, cümlə belə olacaq. I was plus verb 3. Görək var. Deməli, them yox, by them olmalıydı. C variantı ola bilməz. Ona görə düzgün cavabımız nə qalır burada? D variantı. İndiki sadə zaman məhsulundadır. Y variantı ola bilməz. Keçmiş bitmiş zamandadır. Heç burada məhsulluq yoxdur. A variantı ola bilməz. İndiki bitmiş zamanı məhsulunda verə bilmərik. B variantı da yanlışdır. Düzgün cavab nə qalacaq? D variantı. Okey. Baxırıq 22-ci sualımıza. Deməli, cümləmiz hansı zamandadır? Keçmiş zamandadır. Yenə nə idi? Cümləmizin tamamlığıdır. Gələcək cümləmizin əvvəlinə quruluş belə olacaq. Was plus verb 3. Baxaq görək. Baxaq görək. O da hardadır? D variantında. Had, heç burada məhsulluq yoxdur. Has been, indiki bitmiş zamanı məhsulunda verə bilmərik. Was been deyə bir zaman yoxdur. Bunu bir dəfəli yadda saxlayaq. Burada da verib indiki sadə zamanın məhsulunda Y variantda yanlışdır. Ona görə düzgün cavab nə qalır? Bu da D variantı.
23-cü sualımıza baxarıq. Cümlə hansı zamandadır? Have plus verb içindəki bitmiş zamanda. Many contacts cümlə hansı zamandadır? Contract, sorry. Deməli 23 baxaq. Cümlə indiki bitmiş zamandadır. Cümləmizin tamamlığı many contracts gələcək əvvələ. Cəmdə olduğuna görə quruluş deyirəm, belə olacaq. Have been plus verb 3. Have been plus verb 3. Baxın, many contracts have been plus verb 3. Quruluşu var. Aha, burada with other films. Bu hamısı bütöv bir mübtəda kimi götürəcəm. Many contracts with other farms. Bunlar hamısı bir yerdə gedəcək. Baxaq görək. Sonra have been plus verb 3. Baxaq görək. Deyək cavabımız hardadır? B variantında. Many contracts with other farms have been signed. Aydındır. Okay, I have told him everything about the incident. Burada nə olacaq? Deməli cümləmiz hansı zamandadır? İndiki bitmiş zamanı məcuzu, indiki bitmiş zamandadır. Deməli məcuza çevirməndə olanda nə olacaq? İndiki bitmiş zamanı məcuzunda. Him keçəcək he plus has plus been plus verb 3. Bu quruluşda olacaq. Baxaq görək. He has been told everything about the incident. Cavab elə burada nə qaldı? A variantı. Yirmi beşinci sualımıza baxarıq. Has shot cümlə hansı zamandadır? İndiki bitmiş zamandadır. The shop cümləmizin nə idi? Tamamlığı. The shop gələcək cümləmizin əvvəlinə. Deməli, has been shot by Mr. Thompson. Baxırıq, cümlə hansı olacaq? Burada variantımız indiki bitmiş zamanın məhsulu C variantı. Keçmiş bitmiş zaman məhsulu ola bilməz. Keçmiş sadə zamanın məhsulunda ola bilməz. Burada heç ümumiyyətlə məhsulluluq yoxdur. D variantı ola bilməz. İndiki sadə zaman məhsulunda verə bilmərik. Düzgün cavab qalacaq nə? C variantı. Yirmi altıncı sualımıza baxırıq. Have used deməli hansı zamandadır? İndiki bitmiş zamandadır. These things deməli cümləmizin nə idi? Tamamlığıdır. Quruluş da belə olacaq. Cəmdə olduğuna görə tamamlığımız, mübtədamız, məhsulumuzun mübtədası olacaq. Have been plus verb 3. Tapaq görək. Hardadır? C variantında. Deməli, indiki bitmiş, keçmiş bitmişdə heç burada məhsulluq yoxdur. Keçmiş sadə zaman məhsulunda verib. Məlumda olan cümləmiz hansı zamandadırsa məhsul da eyni zamanda olacaq. İndiki sadə zamanı məhsulu verib, ola bilməz. Keçmiş bitmiş zamanı məhsulunda verib, Y variantda ola bilməz. Düzgün cavab C'dir. Send feilini keçmiş zaman formasıdır. Baxaq, görək. Deməli, avtomatik D variantı getdi. Məlumun mübtədası, məhsulu mübtədası ola bilməz. Düzdürmü? Burada indiki zaman verə bilmərik, çünki cümləmiz keçmişdədir. Was been deyə bir zaman yoxdur. A variantımızda getdi. Baxaq, görək. Yenə burada indiki sadə zamanı məhsulunda verə bilmərik. C variantımızda getdi. Elə variantları çıxaraq. Nədir? Düzgün cavabımız nə qalır? B variantı. Keçmiş sadə zamandadır. Keçmiş sadə zamanda məhsulunda veririk. Deməli, keçmiş sadə zaman mi cümləmizin tamamlığıdır. Baxaq görək. Əslində 2 dənə tamamlıq var. Baxaq görək hansı ilə verib. Deməli, keçmiş zamandadırsa indiki sadə zamanda verə bilmərik məhsulda. A getdi. B də getdi. İndiki sadə zamanda verə bilmərik. Have been indiki bitmiş zamanın məhsulu. Was been deyə bir zaman yoxdur. Cavabımız nə qalır? C variantı. Nick parents. Deməli, burada nə olacaq? Okay, cümləmiz keçmiş zamandadır. Tamamlığımız gələcək əvvələ. Deməli, burada hizin yerinə Nick apostol, yəni Nick niyelik halda verə bilərik. Deməli, onun təklifi üçün şəxsin təkində olduğuna görə nə olacaq? Was accepted. B variantı elə olacaq. By his parents. Cavab qalır B. Deməli, burada to be feilimiz yoxdur. İndiki sadə zamanda verə bilmərik. Keçmiş bitmiş zaman məhsulunda verə bilmərik. Was been deyə bir zaman yoxdur. Ona görə cavab nə qalır? B variantı.
30-cu sualımıza baxaq. Burada nə var? Deməli cümləmiz keçmiş zamandadır. The picture gələcək əvvələ. Keçmiş sadə zamandadırsa nə olacaq? Üçüncü şəxsin təkidində olduğuna görə was been plus was been yox, was plus verb 3. Was been deyə bir zaman yoxdur. Was plus verb 3. Baxaq görək. Var elə bir cavab. The picture cavabına qalır D variantı. İndiki zaman, indiki zaman, indiki bitmiş zaman. Zamanı dəyişməyə bizim haqqımız yoxdur. Düzgün cavab elə burada nə qalır? D variantı. Okay. 31-ci sualımıza baxırıq. Keçmiş sadə zamandadır. The photos gələcək cümləmizin nəyi olacaq? Mübtədası olacaq. Cəmdə olduğuna görə quruluşu deyirəm. Bu quruluşda olacaq. Verb plus verb 3. Axtarın cümlədə verb plus verb 3. Have var, are var, had been var, are var. Deməli cavabına qalacaq Y variantı. The photos were shown to the children. Cavabına qaldı Y variantı. Bu qədər asandır. Yenə deyirəm, məlumda olan cümləni tapdısanız zamanda düzgün məsul növə çevirə bilərsiniz. Vay-vaydakı məlumda olan cümlənin hansı zamanda olduğunu bilməyəsiniz. Onda düzgün məsul növədə çevirə bilməzsiniz. Will send hansı zamanın quruluşudur? Gələcək sadə zaman. Gələcək sadə zamanda məsul necə düzəlir? Will be plus verb ilə. Düzdür? Cümləmizin tamamlığı hansıdır? Me gələcək nə olacaq? Şəxs əvəzləri aldı qalında I. Düzdür? Baxaq görək. Had been var. Was sent var. Have been var. Bunları çıxırıq. Düzdür? Cavab qaldı nə? Will ilə olan variantlara baxırıq. D ilə Y variantı. Düzdür? D-də B-si çatmır. Send yox, sent olmalıydı. O quruluş harda var? D variantıdır. Deməli, düzgün cavabımız nədir? D variantı. Cleans hansı zamandadır? İndiki sadə zamandadır. Zırum cümləmizin tamamlığıdır, tamamlığıdır. Quruluş belə olacaq. Üçüncü şəxsin təkində olduğuna görə is plus verb 3. Baxaq. Has var, was var, will var. Düzdür? Is ilə olan 2 dənə variant qalır. Deməli, is being burada bu deməli indiki sadə davam edici zamanın məhsuludur. Cümlə indiki sadə zamandadır. Zamanı dəyişməyə haqqımız yoxdur. Ona görə cavabımız nə qalacaq burada? C variantı. Okay. Cümlə hansı zamandadır? İndiki sadə zamandadır. A lot of articles cəmdədir. Quruluş deyimdə belə olacaq. A lot of articles A plus nə? Verb 3. Gəlin axtaraq bunu. Will var, has var, have var, were var. Cavabına qaldı B variantı. 35-ci sualımıza baxırıq. Deməli, cümləmiz hansı zamandadır? Keçmiş sadə zamandadır. House nədir? Cümləmizin nə idi? Tamamlığıdır. Nə olacaq? Deməli, belə olacaq. Was plus verb 3. A house was plus verb 3 hansı zamandadır? Y variantı. İndiki bitmiş zamandadır. Cümlədə heç məhsulluq yoxdur. İndiki bitmiş zaman məhsulda ola bilməz. Gələcək sadə zamanı məhsulda ola bilməz. Burada heç cümləmizin mübtədasını dəyişməyib, heç düzgün zamanda da verməyib. Yenə deyirəm uşaqlar, məlum növdə olan cümləmiz hansı zamandadırsa, məhsulla çevirəndə cümləmiz eyni zamanda olacaqdır. Zamanı dəyişə bilmərik. Tom sent. Baxaq görək. The letter üçün şəxsin təkindədir. Baxın belə olacaq. Keçmiş zamandadır. Was plus verb 3. Axtarın the letter was plus verb 3 hansı zaman hardadır? Baxaq görək. Deyək. A variantı. The letter was sent to the wrong address. Cavab elə A variantıdır. Burada to be feilimiz yoxdur. İndiki bitmiş zaman məhsulunda verib ola bilməz. İndiki bitmiş zamanda verib heç burada məhsulluq yoxdur. Həm də ki mübtədanı dəyişməyib. Yəni məlumun mübtədası, məhsulun mübtədası ola bilməz. Gələcək sadə zamanda məhsulunda verib heç bir aidiyyəti yoxdur. Məlumda olan cümləmiz hansı zamandadırsa məhsul da eyni zamanda olacaq. Okay. Eyni cümlələri təkrar niyə deyirəm? Məlumda olan cümləmiz məhsulda. Yəni eyni şey deyirsən, görsən uşaqlar yenə səhv eləyir. Yəni bunu təkrar deyirəm ki, yadınızda qalsın. Zamanı dəyişməyin. Will plus fail hansı zamanın quruluşudur? Gələcək sadə zamanın. Gələcək sadə zamanda məhsulu necə düzəlir? Will be plus verb 3 quruluşunda. Deməli, the guest nədir cümləmizin tamamlığıdır? Gələcək məhsulun mübtədası olacaq. Will
be, verb 3 deməli axtarın. Bu quruluşu axtarın. B'si var, met'i var, hər şey qaydasında. Elə cavab A variantıdır. Burada V plus verb 3 keçmiş sadə zamanın məhsuludur. Have been plus verb 3 indiki bitmiş zamanın məhsuludur. Burada A, met indiki sadə zamanın məhsuludur. İndiki sadə zamanın məhsuludur. Ona görə düzgün cavabımız qalır A variantı. 38-ci sualımıza baxırıq. Will, verb hansı zamanın quruluşudur? Gələcək zamanı. Deməli, the work cümləmizin nə idi? Tamamlığı. Quruluş belə olacaq. Will be plus verb 3. Axtarın bu quruluşu. Bu da hardadır? B variantında. Is ola bilməz, was ola bilməz, A ola bilməz, has been. Deməli, cümləmiz hansı zamandır? Gələcəkdir. Gələcəyin də məhsulu hansı zamandadır? B variantında. 39. Play hansı zamandadır? İndiki sadə zaman. Futbolda cümləmizin nə edir? Tamamlığı. Deməli, nə olacaq? Üçüncü şəxsin təkində olduğuna görə is plus verb 3. Baxaq görək. Will, was, has, have. Bunları avtomatik çıxırıq. Cavab nə qaldı? C variantı. Heç variantlara bir-bir baxmağa ehtiyac yoxdur. Elə buradan quruluşu tutdunuz. Quruluş necə olur? Avtomatik variantında nədir? Tapa bilirsiniz. Qırxıncı suala baxırıq. Deməli, was is cümləmizin hansı zamandadır? İndiki sadə zamandadır. This is cəmdə olduğuna görə plus nə olacaq? A plus verb 3. Axtarın bu quruluşu. Görək hardadır? Have var, were var, has var, will var. Baxın, quruluş elə burada var. Cavab qaldı nə? Y variantı. Bu qədər. Sağ olun, salamat qalın. İnşallah ki, növbəti testlərin də izahını gələn video izahlarımda verəcəm. Özdən müğayət olun.